Salam, ümid edirəm işləriniz qaydasındadır. Bu günlərdən 6 fevral 2026-cı il və saat 4-ə qalıb 20 dəqiqə danışacağım mövzu yetinməklə bağlı olacaq. Bu günlərdə yetinməklə bağlı deyərkən mən bura daxil edəcəm klinik fəlsəfəsini və minimalizmi. Çünki mənim gördüyüm qədərilə və yaxud da ki, insanlardan və yaxud da özümdə müşahidə etdiyim qədərilə, yəni biz o qədər arzularımız, o qədər istəklərimiz var ki, heç vaxt yetinməyə bacarmırıq. Hətta mən belə, məsəl üçün, bu üstündə olan tişörtümü almasam belə olardı. Sadəcə bu dizaynı xoşuma gəlib deyə mən bunu məsəl üçün almışam. Amma mənim başqa tişörtlərim var idi. Məsələn, onu almasam belə, yəni mənim üçün okey idi. Sadəcə dizaynına görə daha fərqli olsun deyə almışam. Amma yetinmək, yəni sənin əlində olan şeyləri görüb anlaya bilmək qabiliyyətidir. Mən bunu belə fikirləşirəm. Və günümüzdə əlbəttə ki, hər bir kəsin arzusu, hədəfləri, məqsədləri var, istəkləri var. Bizim təbiətimizdə bu var ki, insanoğlu istəyir, ta ömrünün axırına kimi, hətta ölüm döşəyində belə baxırsan ki, nəsə istəyir. Ölürsən qardaş, gedirsən o birisi dünyaya. Yəni, amma yenə nəsə istəyir. Yəni, bunu oturub həqiqətən dərindən fikirləşəndə bu adama çox mənasız gəlir. Və əlimizdə olanlarla həqiqətən çox şey edə bilərik. Çox şey etmək deyərkən əlimizdə olanlarla yetinə bilərik. Məsəl üçün, mən hazırda qaldığım otaq, gördüyünüz kimi, çox balacadır, düzdür, praktikdir. Yəni, yatdığım otaq buradır, çox balacadır. Amma həqiqətən sizə deyim ki, yəni, sözün əsl mənasında superdir. Yəni, bir dənə ortaq istifadə edədiyim insanlarla, ortaq yoldaşlarımla deyim, duşdur, mətbəxdir, onlar yəni vəbisidir, yəni bunlar da elə belə bir şeylərdir, yəni hostel tipli tərz deyək və yaxud da ki, mobile home, burada mobile home üçün gedir, hərənin öz belə balaca, özünə uyğun otağı var və orada yaşamağa çalışır və mən də həqiqətən bu bir mənim üçün eksperiment oldu, bir neçə vaxt burada qaldım və həqiqətən də insana çox şeyləri öyrədir, kiçik şeylərlə xoşbəxt olmağı və kiçik şeylərinə yetinməyə bacarmağı. Və mən tam olaraq oxuduğum yox, ən azından biraz göz gəzdirdiyim fəlsəfələrdən olan klinik fəlsəfəsi idi ki, ilk banisinin adı tam olaraq səsləndirə bilməyəcəm, amma hamı tərəfindən ən çox bilinən banistlərindən biri və həyatını belə bir şəkildə yaşayıb başa vurmuş insanlardan, filosoflardan biri deyək buna. Bu, Sinoplu Diogenes olub. Diogenes hansı ki, klinik fəlsəfəsinin özündə, yəni sözün mənası itdən gəlir, it kimi belə demək olur. Yəni, it kimi yaşamaqdan gəlir. Yəni, Sinoplu Diogenesi belə özünüz belə araşdırsanız, görəcəksiniz ki, yaşam tərzi necə olub. Sadəcə çox balaca bir, kiçik bir daxma mı deyək, daxma da deyil əslində, bir fıçı, Azərbaycanla yandan çıxdı, çox bir balaca bir, ortalama bir fıçıda yaşayıb. Yəni, bu fəlsəfənin məqsədi cəmiyyətə, sosial cəmiyyətin fikirlərinə, onların düşüncə tərzlərinə və hər dəfə mən istəyirəm düşüncəsinə qarşı çıxmaqdır və öz həyatını elə yaşayıb, elə də başa vurub, deyərdim ki, amma elə başa vurmayıb, sonunda intihar eləyib. Onu da bilmirəm tam dəqiq. Amma bu fəlsəfə biraz minimalizmə oxşuyur. Yəni, modern fəlsəfələrdən biri odur ki, minimalizm. Daha az əşyaya sahib olursan, daha az şeylərə sahib olursan. Yəni, məsəl üçün, deyək ki, mənim əgər bir tişörtüm var idisə, bunu gedib 3-4 dənə eləməyə mənası yoxdur. Nə qədər daha az, bir söz də var, nə qədər daha az bir şeyə sahib olsan, o qədər daha çox özgür olarsan, o qədər daha çox şey sahib olmuş olarsan. Yəni, biz nəyisə
nələrsə qoyuruq ki, mən buna sahibəm, mən buna sahibəm, amma sözün əsl mənasında nə qədər az sahib isə, əslində o qədər daha çox şeyə sahibik. Çünki nə qədər daha çox şeyə sahib olduqca, bu hər hansı bir ev ola bilər, hər hansı bir maşın ola bilər, həqiqətən sizin rasxodlarınız daha çoxalır, sizin baxmalı olduğunuz xərclər daha çoxalır və sizin öhdəlikləriniz daha çoxalır. Və bu öhdəliklər bizə daha çox stres, daha çox əsəb, daha çox şeylər gətirir. Və indiki dövrdə xüsusən şəhər həyatında yaşayan adamlara baxdıqda, yəni mən ona görə şəhəri sevmirəm. Şəhər həyatında yaşayan insanlara baxdıqda bütün gün stres, bütün günü iş, bütün günü güc, okey, maşınla probkalar, okey. Sonda nə verir? Okey, sonda yaxşı maaş verir. Gəlmə. Sonda yaxşı maaş verir. Amma sənin stressin, sənin həyatın, sənin gücün bütün prosesləri əlinə alır. Və sonda qazandığımız şey həqiqətən stres, əsəb və başqa duyğularımız olur. Okey, mən bir videoya baxmışdım. O videoda deyirdi ki, həqiqətən özgür adam, həqiqətən free adam deyək buna. O deyil ki, Lamborghinisi var və yaxud da başqa bir maşını var, amma hər gün iş edir. Həqiqətən özgür adam heç bir maşını olmasa belə öz həyatını yaşamağı bacarır və həyatı yaşamaq deyərkən biz təəssüf ki, ancaq nəyisə sahib olmaqdan nəzərdə tuturuq. Yəni, ay buna sahibim, girim ona kredit alım. Yox, o deyil. Mənim fikrimdə bu o deyil. Və yaxud da ki, cəmiyyətdə əlbəttə ki, özümüzü bir sosial cəmiyyətdə özümüzü bir yerə qoymaq üçün iPhone çıxdı, sırada da vay iPhone aldıq. Yox, mənə görə bu da o deyil. Yəni, bir insana iPhone olması mənə görə heç bir böyük önəm kəsb eləmir. Yəni, çünki indidə hamı iPhone ala bilir. Mənim tanışım da var, gördüyüm insanlar da var. iPhone alırlar, okey. Yaxşı bir şeydir. Əlbəttə, hər hansı öz həyatı var. Mən heç kimin həyatını qıraqdan belə baxıb tənqid eləmirəm və ya təhqir eləmirəm, amma müəyyən qədər tənqid eləyirəm. Çünki adamlar var, baxırsan, maaşım heç nədir. Yəni, mən demirəm, mən çox güclü maaş alıram və yaxud belədir, elədir və yaxud indiyə qədər çox güclü işlərdə işləmişəm, mükəmməl bir səviyyəli işlərdə işləmişəm, yox. Yəni, baxırsan, söz var, deyir, ayağını yorğanına görə uzat. Və baxırsan, adam okey, aldığı maaş 600 manatdır, amma hər ay girib hər hansı bir elektron şəbəkəsindən girib 300 manata kreditə girib ki, iPhone 17 alacaq, hamıda var, bunda da olsun. Yəni, bu yarışa məncə girmək lazım deyil və yaxud da girməyi tövsiyə eləmərəm. Çünki həminki vaxtda yetinməməyə başlayırsan, əlindəki olan telefonla, əlindəki olan kompüterlə və yaxud da digər başqa elektron cihaz ola bilər, paltar ola bilər və yaxud da indiki dövrün ən pis cəhətlərindən biri odur ki, hər şey sosial mediadadır. Yəni, məsələn, mənim nənəm deyir ki, ay bala, indi əlinizdə hər şey var, görürsünüz. Həqiqətən də bu bir tərəfdən yaxşıdır, bir tərəfdən pis bir şeydir. Baxır, onu necə istifadə edəcəyiniz qaydasına. Yəni, bir tərəfdən yaxşıdır ki, insanlarla sosiallaşa bilirsən, bir tərəfdən pisdir ki, insana müəyyən bir vaxtlarda insanı depressiyaya qoya bilir. Çünki sən yalnızca oradakı sözün əsl mənasında, yəni, yox, bunu dırnaqçı deməyim, sözün əsl mənasında həyatın bir yerində deyək. Çünki başarılı olmaq, deyək, başarılı olmuş insanları görürük orada. Lamborghinilər, yatlar falan. Bu, deyək ki, dünya üzərinin bəlkə %2-%3 faizidir ki, belədir. Amma biz həminki insanları görəndə digər insanları görə bilmirik. Hansı ki, hal-hazırda azından ölən milyonlar insan var və suya ehtiyacı olan insanlar var. Adi bir yeməyə belə ehtiyacı olan insanlar var və gündə çox gülməli və çox maraqlıdır. Yəni, bir qism çox mükəmməl bir səviyyədə yaşayır və digər qism isə, o digər qism dediyimiz %90-95% qismdir ki, onların atıqları ilə yaşayır və atıqları ilə yaşamayanlar belə ölümə məhkum olur. Bu çox fərqli bir sistemdir və çox dəhşət bir dünyadır. Çünki bir yerdə insanlar artıq çəkidən əziyyət çəkir. Artıq çəkidən əziyyət çəkmək üçün, yəni, normalda məntiqlə fikirləşəndə
Çox yeməlisən. Çox yemək üçün də pul lazımdır. Çünki ərzaqların qiyməti də ucuz deyil artıq. Çox yemək üçün pul lazımdır. İndi çəkili insanların əlbəttə ki, çox yeyib kökələnləri nəzərdə tuturam. Hər hansı bir xəstəliyi olan insanları nəzərdə tutmuram. O başqa bir şeydir. Amma çox kefindən yeyib kökələn insanlar və yaxud da çox artıq çəkisi olan insanlar bir qıraqdadır. Adamlar müəyyən həblər falan alırlar. Buna görə də pul xərcləyirlər. Amma bir qismə baxdıqda isə %90-lıq faiz və yaxud da %75, 65 belə deyək, tam olaraq faizini bilmirəm. Məsələn, Afrika tərəflərə və yaxud da dünyanın digər Vyetnam, müəyyən Asiya ölkələrə falan baxdıqda, yəni onlar isə acından öldülər. Yəni bir tərəf yetinmir, heç nə ilə yetinmir. iPhone, okey. Yəni Tesla, okey. İkinci Tesla, okey. Üçüncü maşın, okey. Dördüncü maşın, okey. Nə bilim, getdim itimə bir dənə pasport, itimə bir dənə, nə bilim, geyim, okey. Nə bilim, və yaxud da getdim, nə bilim, başqa bir insana və yaxud da ki, yəni ailə üzvünə. Mən bundan razıyam ki, əgər sizin böyük ailəniz varsa, əlbəttə ki, siz böyük evdə yaşamalısınız. Sizin xərcləriniz əlbəttə böyük olacaq. Çox normal bir şeydir. Amma yox, sizin bir dənə maşınınız varsa, siz gedib özünüzə şəxsi olaraq deyirəm, 3-4 dənə maşın almanın mənası yoxdur. Mən bunu izah etməyə çalışıram. Mənası yox deyək ki, bu mənə görə mənası yoxdur. Mənə məntiqsiz gəlir. Və mən burada gördüyüm ən böyük belə şaşırdığım deyim, yəni belə təəccüblə baxdığım şeylərdən biri isə nə oldu? Bir dəfə marketə gedirdim və marketdə orada lazımsız tulanaklı olan əşyalar var. Hansı ki, xarabları götürürsən, atırsan bir qutuya, qalanları isə bütündəki təmiz bir əşyadır. Götürüb qoyub qırağa qoya bilərsən. Hansı ki, onu kimsə götürər deyə də, bildiyinizdə. Məsələn, deyək ki, mənim telefonum var. Deyək ki, mənim bu bir cihazım var. Mən bu cihazı hal-hazırda işlətmirəm, amma bu cihaz həqiqətən də işlək cihazdır. Amma istifadə eləmək istəmirəm. Yenisini alacağam məsəl üçün. Çünki artıq bunun cəmiyyət tərəfindən yaxşı qarşılanmır. Bunu alanda, bu telefon əlində olanda bu adam kasıb deyə baxılırsa. Yəni bizim düşüncə ilə deyirəm ha bu söhbəti. Okey, bu cihaz burada. Bunu götürürsən, qoyursan istifadə olunmayan, yəni atılan məhsulların yanına. Amma bu təzə olduğu üçün götürürlər, qoyurlar qırağa. Və belə olduğu üçün deyirlər ki, ən azından fikirləşirlər ki, bizdə də var. Kimsə gəlib götürər. Mən yolda gedirdim və yolda gedərkən həminki tərəfdən keçərkən bir son model Mercedes-Benz deyək buna. Yəni böyük, bilmirəm hansı kasa gedir. Amma çox böyük Mercedes modelini tam olaraq bilmirəm. Son modeldir. Yəni ya böyük ehtimal 23, 24, 25-ci illərdəndir. Adam düşdü, bir kişi idi. Düşdü, gəldi, yaxınlaşdı, blender idi. Danışdığım məhsul. Götürdü belə, eyni elədiyim kimi, götürdü belə, öyle sağ, sol, belə baxdı, belədi, götürdü, qoydu maşınına. Yəni çox belə mükəmməl bir şeydi, yəni. Adamın okey, son model Mercedes var, amma özünə, o bizdə var ki, özünü sıxışdırmırsan. Nə deyər, qıraqdan nə deyərlər? Qıraqdan nə deyərlər? Amma yəni, o hadisə çox gözəl bir şeydir və insanlar belə baxırsan, ikinci və üçüncü növ paltarlar alıb geyinirlər. Halbuki mən də aldım özümə. Yəni çox xoşum gəldi. İkinci bədən və yaxud üçüncü bədən, yəni ikinci əl, üçüncü əl paltarlar olur. Qiyməti həqiqətən münasib olur. Yəni onsuz da götürürsən, atırsan maşınkaya, əgər xoşun gəlibsə atırsan yumağa, götürüb geyinirsən, bu qədər. Yəni özünü çox gedib sıra brenddən alacam deyə. Bunların elə düşünürlər ki, həm sənin ekologiyaya uyğundur, yəni daha, çünki hər bir paltar tikiləndə müəyyən qədər çoxlu bir şəkildə su istifadə olunur, rənglər istifadə olunur, ekologiyaya zərər verilir. Bunların düşüncə tərzləri odur. Və həm ekologiyaya uyğundur, həm cibinizə uyğundur, həm də ki, yəni onsuz da böyük ehtimal ki, ikinci və üçüncü əl satılan yerlər ya adamların özləri gətirirlər, çox ucuz qiymətə satırlar, hansı paltar əslində vintaj tipli olur, ya adamların özləri gətirib çox ucuz bir qiymət satırlar, ya da ki, o adam ölür, qohumaya ətrafı götürür, verir mağazaya, pulsuz falan. Yəni adam ölür onsuz da. Yəni o dünyada mı istifadə edəcək? Bu qədim Misir
mentalitetindən mi gedirlər? Yox. Tam qutardı. Burayla qutardı. Yəni obsidian var, yoxdur, onu özü bilər. Bugünlük bu qədər. Ümid edirəm ki, danışdıqlarım anlaşılır olub və ümid edirəm ki, əlimizdə olanlarla yetinməyi bacararıq və həyatımızı buna uyğun qurmağı doğru yönələrik. Özünüzə yaxşı baxın. Görüşərik.